Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün ət qızartmalarına, balıq qızartmalarına xüsusi bir dad qatan nar şərab hazırlayacağım. Bunu necə hazırlayıram? Əgər bu sizə də maraqlıdırsa, buyurun, izləyin. İlk öncə nə edirəm? Narları təmizləyirəm. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Bunları istədiyiniz formada təmizləyə bilərsiniz. Mən bu formada dənələdim. Gördüyünüz kimi narımızı da hamısını dənələdim və bunu çəkdim. 2 kilo 600 qram qaldı təmiz çəki. Keçən il hazırlamışdım, çəkməmişdim. Bunu yorumlarda yazmışdınız. Bu dəfə sizlər üçün bunu çəkdim. 2 kilo 600 qram təmiz çəkisi qaldı və bunu yenə də bu formada təmizləyirəm. İçərisində pərdə qırığı qalmasın, çünki acılıq verir nar şəraba. Narları belə də təmizlədim və bunları qazana əlavə edirəm. Və buna su əlavə etmirəm. Vamxodda bunu bişirirəm. Qapağını örtürəm ki, su salsın. Gördüyünüz kimi artıq biraz su salıb, amma yenə qapağını bağlayıram, biraz da bişirirəm. Gördüyünüz kimi tam bişib, suyu da tam çıxıb. Altını söndürüb mən blenderdən keçirdəcəm. Əgər sizdə blender yoxdursa, bunu aş süzənə töküb, əllə əzərək də suyunu çıxarda bilərsiniz. Blender daha rahat olduğu üçün mən blenderdən keçirdirəm. Blenderdən keçirtdim və bunu süzgəcdən də süzürəm. Süzgəcdən də keçirdirəm, narların toxumları qalır. Məncə belə daha asandır. Artıq toxumları qalıb, bunları da atıram. Və suyuna 1 yemək qaşığı duz, 1 yemək qaşığı şəkər tozu əlavə edib, ocağın üzərində qaynayıb qatlaşana qədər bişirirəm. Artıq gördüyünüz kimi qaynayır, bişmək üzrədir. Üzərinin kəfini yığdığımı burada çəkməmişəm, amma üzərinin kəfini yığıram. Artıq qatılaşıb, bunun altını söndürürəm. Gördüyünüz kimi nar şərabımız hazır oldu. Asan və tez başa gələn çox dadlı nar şərabımız hazır oldu, dəyərli izləyicilərimiz. Bunları bankalara yığıram. Rəngi möhtəşəm, dadı möhtəşəm olan nar şərabımız hazır oldu. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər, sağ olun. Allah əmanət olun.